Dəniz, göy, məhəbbət aşığı, Azərbaycanın xalq şairi, İstiqlal və Şöhrət ordenli Nəbi Xəzri 1924-cü il dekabrın 10-u Bakının Xırdalan kəndində tacir ailəsində dünyaya gəlir. Gözlərim görməsə göy gülü verir, mən onun gözləri ilə cahana baxım. Hər yerdə həmişə sənsən gümanım, canım gözüm mənim, Azərbaycanım. Azərbaycan Respublikası Prezidenti Nəbi Xəzrinin liderliyinin keçirilməsi haqqında sərəncam imzalamışdır. Və bu məqsədlə biz də ədəbiyyat müəllimləri olaraq, üçnömrəli məktəb olaraq bugün Nəbi Xəzrinin işığına yığıldıq. Heç yaxşı ki, Azərbaycan poeziyamızda Nəbi Xəzri kimi bir istedadlı şairi tanışıq. İndi isə Nəbi Xəzri poeziyasından şagirdlərimizin təqdimatında şeirləri dinləyək. Başın nə günahı saç tökülərsə, bəzən coşub daşan səmum olarsan, illərdə əriyib səmnum olarsan, dünya ləzzətindən məhrum olarsan, ağzın nə günahı diş tökülərsə.